Yanında olan xəttlərin sayını yazın. Çox sadə sualdır. 3 xətti var bunun yanında. Bunun da yanında 3 xətti var. Bunun yanında 4 xətti var. Bunun yanında 2 xətti var. Bunun yanında 3 xətti var. Bunun da yanında 3 xətti var. Gəlib burada da yanındakı xəttlərin sayını yazın. Yanında neçə xətt varsa onların sayını yazırsınız. Bax burada da 4. Yanındakı xəttlərin sayını yazandan sonra görürəm ki, fərqli olan hansıdır burada? 2-dir. Başqa yerdə 2 var? Xeyr. 2 olan N hərfidirsə, gətirib 2 olanın yerinə N hərfi yazmalısınız. Və Y-nı tapdınızsa, tez gəlib Y-nın yerinə N hərfini yazın ki, və variantları da çıxın ki, ola bilər bir variant qalar. Davam edirik. Baxıram ki, burada 4 yazılan L hərfidir. O da bircə dənədir. L-nı da gətirib 4 yazılana qeyd edirəm. İndi bu 4 dənə 3 var. Bu 3-lərin bir-birindən fərqi nədir? N-ya birləşən bircə dənə 3 var. Başqa 3 yoxdur. N bir tərəfdən 4-ə, o biri tərəfdən 3-ə birləşir. Birləşdiyi 3 xətli də M hərfidir. Onda bura M hərfi olacaq. Baxıram ki, M hərfi bu 3 dənə 3-ün fərqli xüsusiyyəti nədir? 2 dənəsinə birləşir, birinə birləşmir. Birləşmədiyi x-dir. M hərfi bu 3-ə və bu 3-ə birləşir. Bu Q hərfinə birləşmir. Deməli, birləşmədiyi budur. Vəssalam. X-imiz Q-dır, Y-imiz N-dır.